Şeyh, bir də bidətçilərdən iddia edənlər var ki, güya İbn Teymiyyə rahimehullah ölüyə Quranı oxuyub ölü üçün savabını göndərmək olar deyibdi. Elə bir şey varmı? Bu ixtilaf var. Şeyxülislam İbn Teymiyyə rahimehullah gətirir və bunu nəinki bidətçilər bu ixtilafın sələflərin arasında olduğunu deyir. Quran-ı Kərimi oxuyub savabını ölünün ruhuna hədiyyə etmək məsələsini. Ümumən Şeyxülislam İbn Teymiyyə bunun bidət olmadığını deyir və bunu dəstəkləyir. Açıq desək, bunu dəstəkləyir və bunun bidət olmadığını deyir və bu ixtilafın sələflərin arasında olduğunu deyir. Amma təbii ki, alimlər bu məsələ ilə ilgili fikirlər cəm eləyəndə deyirlər ki, tərk eləmək daha yaxşıdır. Amma edənə də bidətçi demirlər. Allah razı olsun. Çünki sələflərdən gəlməyib. Məsələn, bunu etiraz eləyənlərdən ən böyük dəlil nədir? Ən böyük dəlil odur ki, deyirlər sahabələrdə bu şey məşhur olmayıb. Sahabələr bu şey əməli bilməyib. Baxmayaraq ki, bəzi tabeinlərdən olubdur bu. Bu Fatih surəsinin 22-ci ayəsində ki, bu Allah Subhanahu buyurur: "Ya Muhammed, sən qəbirdə olanlara haqqı eşidirə bilməzsən." Bunu dəlil gətirmək olurmu ki, bu ölüyə oxumaq olmaz Quranı? Hər halda bu məsələdə ixtilaf var ki, ölü öldükdən sonra eşidir, yoxsa eşitmir. Bu məsələdə ixtilaf var. Doğru fikir odur ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, ən orta rəy odur ki, harda nas gəlib ki, eşidir, orada deyirik eşidir. Harda nas, yəni dəlil gəlməyibsə ki, eşitmir, orada deyirik ölü eşitmir. Məsələ, dəlil harda gəlib? Ölüyü dəfn eləyəndən sonrasına bilirik ki, ölü insanların ayaq səslərini eşidir, çəkilib cəmaat getdikdə. Və deyirik ki, bu anda ölü eşidir. Vəssalam. Harda dəlil var, orada deyirik eşidir, harda dəlil yoxdur, orada eşitmir. Alə kulli hal, hər halda bu məsələdə odur ki, ölmüş insan dünyanı tərk etdikdən sonra, bərzəx aləminə qovuşduqdan sonra dünya ilə onun əlaqəsi kəsilir və eşitmir. İxlasla.com saytı tərəfindən təqdim olundu.